Salam dostlar, bu videoda private və public IP adreslərə aid olan növbəti sualları izahlı formada cavablandıracağım. Bir nömrəli sualdan başlayaq. Bu sual bizdən soruşur ki, aşağıdakılardan hansı private IP-dir? Doğru cavab B variantı. 172.16.100.200 IP-si private IP-dir. Həmçində B klası aiddir. Digər variantdakı cavablar isə public IP-lərdir. Keçək növbəti sualımıza. 2 nömrəli sual. Private IP-lər nə üçün istifadə olunur? Private IP-lər internal communication üçün istifadə olunur. Doğru cavab B variantı. Keçək növbəti suala. 3 nömrəli sual. Hansı private IP aralığında daha çox host ola bilər? Doğru cavab C variantı. 10.0.0/8. Bu A klası aid olan private IP aralığıdır. Burada daha çox host ola bilər. Keçək növbəti sualımıza. 4 nömrəli sual. Hansı protokol private IP-ləri public IP adreslərə çevirir? Doğru cavab B variantı. NAT. Network Address Translation. Keçək növbəti sualımıza. 5 nömrəli sual. Aşağıdakılardan hansı private IP adreslərə aiddir? Doğru cavab C variantı. Private IP adreslərə internetdən birbaşa akses olmur. Keçək növbəti suala. 6 nömrəli sual. Aşağıdakılardan hansı private IP-dir? Doğru cavab A variantı. 192.168.100.100 IP-si C klası aid olan private IP-dir. Digər cavablardakı IP-lər isə public IP-lərdir. Keçək növbəti suala. 7 nömrəli sual. Aşağıdakılardan hansı internetdə routable deyil? Bu sual bizdən private IP-ni soruşur. Doğru cavab C variantı. 10.5.5.5 IP-si A klası aid olan private IP-dir. Yerdə qalan variantdakı cavablar isə public IP-lərdir. Keçək növbəti suala. 8 nömrəli sual. Aşağıdakılardan hansı public IP-dir? 150.20.30.40 IP-si public IP-dir. Yerdə qalan variantdakı cavablar isə private IP-lərdir. Keçək növbəti suala. 9 nömrəli sual. Aşağıdakılardan hansı C klası aid olan private IP aralığıdır? Doğru cavab C variantı. 192.168.00/16 C klası aid olan private IP aralığıdır. Keçək növbəti suala. 10 nömrəli sual. NAT niyə önəmlidir? Doğru cavab B variantı. Public IP adreslərin israfının qarşısını alır. Keçək növbəti suala. 11 nömrəli sual. Aşağıdakılardan hansı public IP adresdir? Doğru cavab D variantı. 13.107.42.16 IP-si public IP-dir. Digər variantdakı IP-lər isə private IP-lərdir. Private və public IP adreslərə aid olan sualları izahlı formada cavabladım. Ümid edirəm ki, bu sualların izahı IP adresləri daha yaxşı başa düşməyinizə kömək edəcək.